Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bu günləri 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan xüsusi təyinatlı qüvvələrin giziri şəhid Qədirov Şahin Bayramoğlu'nun anım gününə yığışmışıq. Allahdan ailəsinə səbir diləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gün oktyabr ayının 6-sı Şahinin ziyarətinə gəlmişik. Bu oktyabr ayı elə bir ki, biz üçün kədərli, həm də sevincli bir aydır. Nə mənada kədərli ona ki, bizim şəhidlərimiz var, şəhidlərimiz, övladlarımız vətən uğrunda canlarını fəda ediblər. Sevincli ay odur ki, ilk dəfə olaraq keçən bu illər ərzində 30 ilin həsrətinə bir son qoydu. Bu şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının sayəsində. Düzdür, hər dəfə biz gəlirik, yad edirik, amma o övlad, əsas övladı dərdini çəkən ata-ana, valideynlərdir. Nə qədər biz onlara təskinlik versək, nə qədər yenə onlar o dərd onlarla bildir. Bu gün də Şahin balamızı ziyarət etdik. Burada onun döyüş yoldaşları iştirak etdilər. Qonşular, dostlar, tanışlar hamısı ziyarətə gəldi. Bu da bizim onun valideyninlə təəssüf ki, Bayram kişi aramızda olmadı bu il. Hər il biz bir yerdə onu ziyarət edirik. Bu il o da dünyasını dəyişdi. Allah ona da rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Allah rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah işçiləri qorusun. Allah Bayram kişiyə rəhmət eləsin. Dostumuz, yaxşı yoldaş, yaxşı qardaş. Allah ona rəhmət eləsin. Sağladı balası. Ona qurban olun, balasına qurban olun. Çok sağ olun size. Var olsun, eksik olmayasınız. Bakçı fərqli Şaban'da tanışdırırım səni. Olsun da bir çok razıyam sizden. Allah kömür göz olsun. Bir şeyde ile yanımızda sözlük olun. Her dərdimizə şərik olması olsun. Allah razı olsun. Əli
Ne yaxşı ki. Allah razı olsun. Sağ olun. Allah razı olsun. Yok, çay yok. Ya, yine Kilit işler böyle. Demedim sen al diyor. Ver abi. Mən Qədirov Şahin Bayramoğlu'nun şəhidimiz anasıyam. Elə bil onun əskər gedəndən sonra 18 yaşında hərbi xidmətə yollandı. Hərbi xidmətə yollanandan sonra əskəri müddətin çəkib qutarandan sonra o özü bizə dedi ki, ana mən qalıb burada xidmət eləmək istəyirəm. Xüsusi təyinata imtahan verib ora qəbul oldu. Orada da elə yaşımadan 52-də 12 il iştirak elədi. Hər dəfə çox belə həvəslə iştirak eləyib. 16-cı ildə də aprel döyüşlərində iştirak elədi. Oradan sağ-salamat gəldi. Fəxrlə, çox belə alnı açıq, uzaq. Orada onun özünün vəzifəsi də kəşfiyyatçı, xəritə cızan idi. Kəşfiyyat eləyirdi, gedirdi. Bir dəfə də ölümündən sonra mənə uşaqlar danışdı. O aprel döyüşlərindən bir dəfə qabaq onlar mühasirəyə düşüblər. Çox igidliklik eləyiblər. Çox həvəsi həddindən artıq vətən üçün. Ancaq vətən üçün bir dəfə olmaz ki, müharibə başlayanda çox sevinə-sevinə ana, biz düşmənin öhdəsindən gələcək, hazırlıq, tam vəziyyətdə hazırlıq. Elə ancaq ölən şey danışırdı. O öz bir balasın, bir dənə evladı var. 6 yaşı var idi o şəhid olanda. Öz balasın, anasın, atasın fikirləşmədi, vətəni fikirləşdi. Vətənpərvər bala idi. Ancaq orası da düzdür ki, düzdür biz çox fikir eləyirik, çox dərdin çəkirik. Amma vətənimiz olmasa biz də olmazdıq yəqin ki. Vətənimiz var ki, biz də varıq. Allah bizim İlham Əliyevə də rəhm eləsin. Onun əskərlərini də Allah canını sağ eləsin. Şəhidlərimizə, cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə rəhm eləsin. Onların sayəsində torpaqlarımız alındı. Belə. Şəhid anası olmaq necə bir istiqamət? Mən düzdür, çox qürurluyam. Bir dənə onu fikirləşirəm ki, dünya durduqca onların adı duracaq, hər yerdə anılacaq, hər yerdə hörmətlə sayılır. Hamı şəhid deyiləndə, hamı əyağa durur, şəhid adı çəkiləndə. Amma bala dərdi çox çətindir. Bala dərdi çox çətindir. Bir onu ilə ürəyimizi sakit eləyirik ki,
vətən uğrunda gediblər. Bayrağımızın uğrunda. Bayrağımız həmişə uca dalğalar, zirvələrdə dalğalansın. İndi yetişən yeni gənclərimiz var. Gənclərimizə nə tövsiyə edərsiniz? Gənclərimizə də bircə dənə onu demək istəyirəm ki, bu zəhmətlə ki, şəhidlərimizlə, qazilərimiz, şəhidlərimiz ki, zəhmətlə özlərinin qanı bahasına, canı bahasına ki, torpaqları alıblar. Onların həmişə elə eləsinlər ki, elə dursunlar ki, keşikdə. Onların qanı yerdə qalmasın. Torpaqlarımız bir daha alınmasın. Torpaqlarımızı, alınan torpaqlarımızı qoruyub saxlasınlar. Bir dənə sözüm mənim odur. Arzum odur. Sizin simanızda demək olar ki, minlərlə şəhid anaları var, valideynləri var. Digər şəhidlərimizin valideynlərinə nə tövsiyə edərsiniz? Digər analarına Allahdan bircə dənə səbir. Allahdan bircə dənə səbir arzulayıram. Ancaq ayrılıq çox çətindir. Çox çətindir. Bizim bir dədə-babadan deyimimiz var. Əzim lala dağı, bürüyüb lala dağı. Hər yaralar sağalar, sağalmaz bala dağı. Yenə də vətənimiz sağ olsun. Vətən sağ olsun. Allah razı olsun. Bizlər sizin qarşınızda baş əyirik, həmişə xidmətinizdəyik, qulluğumuzdayıq. Biz də sizin övladlarınızdır. Allah sizi var eləsin. Çox sağ olun, Allah razı olsun. Mən özüm də bütün elimizdən, cahamatımızdan da çox razıyam. Öz Qaradağ rayonunun icra başçısı Süleyman müəllimdən də çox razıyam. Həmişə yanımızda olub. Həmişə yanımızda olub. Yoldaşım heç bir il olmaz ki, rəhmətə gedib. Yoldaşım xəstə olanda da yanımızda olub. Bizə köməklik göstərib. Həmişə onun qayğısını hiss eləmişik yanımızda. Çox razıyam mən. İcra hakimiyyətimizdən də, başçımızdan da çox razıyam. 5 ildir ki, bizim o yanımızdadır, dərdimizə şərikdir. Çox sağ olun sizlə, Allah razı olsun. Gəlin söz. Salam şəhid anası, mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa Kəlbəcər alan, sənin oğlun tapşırıb, sənə mənə yol alır, məhz onun sayəsində ordumuz zəfər çaldı. Oğlu şəhid olan hər bir ananın bir ömür boyunca qəlbi dağlıdır. Oğlu şəhid olan mələk bir ana qəlbinə qara daş bağlayıb indi. Kişilər ağlamaz deyib atalar, məzara sarılıb ağlayır indi. Ay Allah, bunları yandır kül elə, günahsız insanlar vurulur nədən? Biz vətən uğrunda candan keçərik, tək əlimizdən getməsin vətən. Düşmən tapdağında qalan deyilik, güllə boran etsələr də yolları. Biz yerdə qoymarıq şəhid qanını, var Azərbaycanın mərd oğulları. Gülərəm canımla bağlayam yurda, vətənə məhəbbət ürəkdən gəlir. Kim deyir şəhidlər ölür yalandır, şəhidlər ölmüş ki analar ölür. Bütün şəhidlərin ruhu öndə başı. Şahin adlı bir əbədi qəhrəman ömrünün dastanını bağlayıb getdi. Bir ana gətirdi səni dünyaya, min ana qəlbini dağlayıb getdi. Sən hay verdin haray çəkən vətənə, bənzəyirsən haqq yolunu ötənə, şirin canı bürümüsən kəfənə. Cavankən ölümə çağlayıb getdin. Nə xoşdur varlığın əbədi bizlə. Sən mələk surətsən bir mələk üzlü. Heç kimsə ödəməz haqqını sözlə. Şəhidlik adını haqlayıb getdin. Neçə analar qaldı oğulsuz, uşaqlar da oldu arxa dayansız. Analar hər dəqiqə fəryad etdilər. Fəryad etdilər. Hər gün, hər gecə xəyal etdilər. Hər səhərlər yolunu gözlədilər. Bəlkə də bir gün gələr dedilər. Salam şəhid anası, mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı, məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də dik durmusan. Ağappaq saçlarından nur saçılır nur ata, hər zaman qürurlu ol,
Həmişə dikdir ata. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün 224 nömrəli məktəbin müəllimləri və şagirdləri özlərinə borc bildilər ki, şəhidimizi yad eləyək. Həmişə yadımızdadır, həmişə yaddaşımızdadır. Biz Şahinlə fəxr edirik, bütün şəhidlərimizlə. Qarşınızda baş əyirik, Zərifə anamız. Allah rəhmət eləsin. Mən Bayram, Qədirov Şahinin oğluyam. Mən atamla fəxr edirəm. Mən atamla fəxr edirəm ki, o şəhid oldu, məni qürurlandırdı. Mən onun fəxriyəm. Şəhid övladı olmaq, bir qəhrəman şəxsin oğlu olmaq necə bir hissdir? Nə hisslər keçirirsən? Mən atamla fəxr edirəm ki, o şəhid oldu. Sərfəzər